Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Zamanzadə, coğrafiya və kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bugün coğrafiyadan, coğrafiyanın tədqiqat metodları mövzusunun çox sadə bir izahını verəcəm. Ümumiyyətlə, məni bilənlər bilir ki, mən maksimum dərəcədə çalışıram ki, əzbərdən uzaq, həm metodikada, həm coğrafiyada. Yəni, əzbərləməyək, başa düşək, oxuduğumuz informasiyanı öz sözlərimizdən ifadə edə bilək. Və bugün də coğrafi tədqiqat metodlarının çox sadə bir izahını verəcəm. 9 coğrafi tədqiqat metodları var ki, bura kartoqrafik metod, tarixi metod, müqayisə metodu, riyazi statistik tədqiqat metodu, coğrafi modelləşdirmə, coğrafi proqnozlaşdırma, aerokosmik metod, çöl tədqiqat metodu və informasiya metodu. Bu 9 metodu gördük. Bəs müəllim, bunları necə yadda saxlayaq? Bunun üçün mən sizə sadə bir izah verəcəm. Və izaha başlamamışdan əvvəl mən həm metodika, həm coğrafiya dərslərimiz haqqında sizə məlumat vermək istəyirəm ki, dəyərli müəllimlər, bizim tam sıfırdan həm coğrafiya, həm metodika üzrə qruplarımız açılacaq və coğrafiya müəllimlərinin üstünlüyü ondan ibarətdir ki, mən ixtisasca coğrafiya müəllimi olduğum üçün coğrafiyadan metodika üzrə çox yüksək səviyyəli suallar hazırlayıram. Bilirsiniz ki, ixtisaslar üzrə situasiyalar düşür kurikulumda və siz bizim hər iki fəndən dərslərimizə qoşulmaqla həm yüksək səviyyədə endirim qazanacaqsınız, həm də ki, həm coğrafiya, həm metodikanı inteqrasiya olunmuş şəkildə keçirəm ki, bununla da siz imtahanda yüksək nəticə göstərə bilərsiniz. Dərslərimizə qoşulmaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. İndi başlayaq tədqiqat metodlarına. Müəllimlər, mən sadə bir izah verəcəm. Baxın, əgər bir müəllim hər hansı bir gölün şəklini çəkib, bu göl haqqında danışırsa, bu zaman müəllim hansı metoddan istifadə edir? Əlbəttə ki, modelləşdirmədən istifadə edir. Coğrafi modelləşdirmədən istifadə etmiş olur. Yox, əgər müəllim iki gölün şəklini göstərib, onların oxşar və fərqli cəhətlərini izah edirsə, misal üçün Aral və Baykal göllərini müəllim müqayisə edirsə, fərqli və oxşar cəhətlərini izah edirsə, deyirsə, bu zaman hansı metod olur? Təbii ki, bu zamanda müqayisə metodundan istifadə etmiş olur. Eyni bir ərazidə olan gölün 50 il öncəki şəklini göstərir. Misal üçün, Aral gölünün 50 il öncəki şəklini də göstərirsə, bu zaman hansı metod olur? Təbii ki, tarixi metod olur. Yəni, 50 il bundan əvvəl göl bu vəziyyətdə olub, bu səviyyədə olubsa, yəni bir neçə il əvvələ, bir neçə illər daha doğrusu əvvələ gedirsənsə, bunları göstərirsənsə, bu zaman tarixi metoddan istifadə etmiş olur. Gölü xəritədə göstərirsə, bu zaman kartoqrafik metoddan istifadə etmiş olur. Yox, gölün gələcəkdə suyunun quruması haqqında və yaxud da səviyyəsinin artması, azalması haqqında danışırsa, gələcək haqqında danışırsa, təbii ki, bu proqnoz vermiş olur, bu da olur proqnozlaşdırma metodu. Gölün özünə səyahət etmək, gölə getmək, səyahət etmək özünə, bu olur çöl tədqiqat metodu. Gölün barəsində kosmik peykdən əldə olunan informasiyalardan danışmaq, bu olur aerokosmik metod və gölün rəqəmsal xəritədə tərtibi olur geoinformasiya metodu. Gölün rəqəmsal xəritədə tərtibi geoinformasiya oldu və gölün, misal üçün, dünya göllərinin sahəsi, böyüklüyü, uzunluğu, sahəsi haqqında xəritə tərtib olunursa, bu olur riyazi statistik tədqiqat metodu. Yəni, gördüyünüz kimi çox sadə, qısa və lakonik. Bunları yadınızda saxlasaq, artıq hansı tədqiqat metodunun nə üçün faydalı olduğunu biz bilmiş olarıq. Bugünkü izahımız bu qədər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.